Mən hamını salamlayıram. Xoş gəlmişsiniz. Bazar günü saat 8-dən keçib gəlmişsiniz. Ümid edən faydalı olar. Girişdə bir şey deyim. Əslində proqram belə idi ki, birinci evim mənim başlasın. Çünki həmişə evim mənim başlayır. Mən ondan sonra başlayıram. Amma salam bəli. Amma bu dəfə belə oldu ki, mənim gedəsi yerim oldu. Çox belə gözlənilmədən təcili bir yer oldu. Ona görə ortaq məqsədə gəlmək üçün mən dedim ki, birinci mən çıxış edeyim. Sonra mən sizdən yəni icazənizi alaraq gedəcəm. Sonra evim mən davam edəcək. Mənim sözlərimdə nəsə qaranlıq qalan, anlaşılmayan və ya izah ehtiyac olsa, müəllimin üstünə düşərsin. Müəllim, bəli. Çünki müəllim yaxşı izah edəcək, ona mənim şübhəm yoxdur. Sadəcə tərcüməsiyəm. Deməli, dostlar, mövzu belədir də, Mətləl Etiqad əsərində biliyin və varlığın sərhədləri. Deməli, Emin müəllim biliyi haqqında danışacaq, mən varlıq haqqında danışacağım. Ona görə çox qısa bir texniki bəzi məsələlərə toxunmaq istəyirəm. Varlıq, bildiyiniz kimi, fəlsəfənin əsas bölümündən biri varlıqdır. Və bu, nəzəri fəlsəfənin bir mövzusudur, bir sahəsidir. Çünki fəlsəfə bizim klassik ənildən danışıram. Mən ola bilsin ki, müasir bu fəlsəfi kitablarda siz bu bölgünü görməzsiniz, amma bizim klassikalarda bu var. Bu Kindidən tutmuş, Farabi, İbn Sina, İbn Rüşd, Mirdamad, Molla Sədra, Əllamə Təbətabai müasirlər üçün. Burada fəlsəfə müəllimləri var, Vaqif müəllim də buradadır, ona görə üzr hesab edin. Bu klassiklərimizdən müasirlərə hamısı var. Bunu görə bilərsiniz. Varlıq, fəlsəfə iki qismə bölünür. Nəzəri fəlsəfə və əməli fəlsəfə. Nəzəri fəlsəfə əsas üç hissədən ibarətdir. Riyaziyyat, təbiət və varlıq. Əməli fəlsəfə nədir? Əməli fəlsəfədə daha çox idarəçilik var, əxlaq var, evin idarəçiliyi, cəmiyyətin idarəçiliyi və s. Bu daha çox cəmiyyətin idarəçiliyinə əlaqəli hissədir. Xülasə, bu məntiq hardadır burada? Məntiq müqəddimədir. Çünki məntiqin də tərifində nə deyirlər? Alətun qanuniyyətun. Məntiq bir vasitədir. Məntiqin işi nədir? Funksiyası nədir? Tasimu. Məntiqin işi qorumaqdır, zehni qorumaqdır. Düşünən zaman, təfəkkür edən zaman zehni qorumaqdır. Çünki məntiq qaydalar toplusudur. Siz o qaydalar toplusundan istifadə edərək təfəkkür zamanı. Bu təfəkkür deyəndə, dostlar, indi məntiqdə bu təfəkkürün öz tərifi var, başqa sosiologiyada tərifi var, ondan şeyim yoxdur. Sadəcə onu demək istəyirəm ki, filosoflar məntiqi bütün sahələrə şamil ediblər. Çünki İbn Rüşdündə, deməli, Platonun əsərinin şərhində bu bəhsi var. Mən İbn Rüşd fəlsəfəsi kitabında qeyd eləmişəm. Orada kiçik bir diyaloq var. Kiçik bir diyaloq var ki, insan birinci hansı elmi öyrənməlidir? Platon dedi ki, insan birinci musiqini öyrənməlidir, həndəsəni öyrənməlidir. Bununla başlamalıdır. Amma İbn Rüşd deyir ki, xeyr, insan birinci məntiqi öyrənməlidir. Çünki məntiq həm riyaziyyatda keçərlidir, həm həndəsədə keçərlidir, həm musiqidə keçərlidir, hamısında keçərlidir. Məntiq ona görə nədir? Bir müqəddimədir, alətdir, biz bunu hər şeydə istifadə edirik. Onlardan biri də fəlsəfədir. Deməli, fəlsəfə dedik iki qismdir, nəzəri və əməli. Varlıq hardadır? Nəzəri fəlsəfənin bir hissəsidir. Və çox maraqlıdır, yəni deyirəm, bizim klassiklərimiz bu varlığı, ontologiyanı fəlsəfənin ən önəmli hissəsi hesab ediblər. Ona görə o hissəni əl-fəlsəfətül ula deyiblər və ya əl-ilmül ilahi deyiblər. Bu ən üstün fəlsəfədir, ilk fəlsəfədir. Niyə? Çünki o birisilərə nisbət bunun əhəmiyyəti daha böyükdür. Burada avtomatik sizdə sual yarana bilər. Niyə? Yəni, bunun bir səbəbi olmalıdır. Niyə varlıq bu qədər önəm kəsb edir bizim klassiklərimizdə? Bunu bilmək üçün, bunlar hamısı silsiləvidir, bir-birinə elə bir zəncirvaridir. Bunun niyəsi o birisindən asılıdır, o birisinin niyəsi o birisindən asılıdır. Deməli, baxanda görürük ki, bizim filosoflar, dediyim kimi, bu klassiklərimiz, xüsusən bu Farabi, İbn Sina'da bunu görə bilərsiniz, Əl-Kindidə hətta görə bilərsiniz, onlar fəlsəfəyə belə bir hədəf cızıblar. Fəlsəfə oxumaqdan məqsəd, baxın, eyni bu ibarə var, ət-təşəbbuh bil-bari, Allaha bənzəmə, çox maraqlıdır. Bunu mən ilk dəfə bayaq ilə müəllimlə söhbət edirdim, bunu mən ilk dəfə Molla Sədrədə oxumuşdum, ət-təşəbbuh bil-bari və ona oxşar bir ifadə, Allaha bənzəmə.
Sonra gördüm, yox, bu sən demən şeydə var. Farabidə var. Farabi qədim fəlsəfənin müqəddiməsi, belə bir adı yadından çıxdı. Orada bunu gətirir ki, fəlsəfə elminin qayəsi nədir? Deyir ki, ət-təşəbbuh bil-bari. Və orada da qeyd gətirir. Təbii ki, insan bacardığı qədər. Çünki insan təbii ki, mütləq mənada Allaha bənzəyə bilməz. Bu aksiyomdur. Amma bacardığı qədər bənzəyə bilər. Nə deməkdir bacardığı qədər bənzəmə? Yəni o isimlər ki var, Allahın isimləri var, onu özündə, o kamil sifətləri özündə əks etdirə bilər. Varlığın bu qədər önəm kəsb etməsi klassik fəlsəfədə buna görədir. Çünki İbn Sina da deyir ki, varlığı biz öyrənirik. Niyə? Əsas səbəb budur ki, ilk səbəbi gedək tapaq. Ellətül iləli tapaq. Hər şey yaradanı tapaq. Və bu klassikləri oxuyanda insan o Sovet dövrü ilə və Sovet dövründə gedən təbliğatla bu orijinal mətni müqayisə edir. Çünki yəqin ki, siz görmüşsünüz, bu Sovet dövründə oxumuş, dərs keçmiş fəlsəfəçilər adətən bu filosofları, Farabi, İbn Sina, Nəsrəddin Tusi, bunlara nə deyirlər? Deyirlər, bunlar nədir? Ateistdirlər. Niyə? Çünki bunlar aləmin əzəli olduğuna inanırlar. Düzdür, bu aləmin əzəli mövzusu, indi toxunacağım burada, aləmin əzəli mövzusu bu filosofların kitablarında var, amma hansı mənada var? Onu məsələn Füzuli izah edir, ora gələcəm. Deməli, varlıq nəyə görə önəmlidir? Çünki klassiklərimiz deyiblər ki, filosoflar deyiblər ki, varlıqda, vücudda bunları öyrənməkdə əsas məqsəd ilk səbəbi tapmaqdır. Ona görə bizim üçün varlıq mövzusu önəmlidir. Müasir qərb fəlsəfəsində varlıq, ontologiya, siz hansı əsərlərdə onu görə bilərsiniz? Mən araşdırdığım, gördüyüm qədərlə bunu adətən iki sahədə bunu gedirlər. Bir metafizika, məsələn, metafiziks kitablarını indirsəniz ingiliscəsində, orada görərsiniz, ontoloji bəhslər orada var. Bir də din fəlsəfəsi. Orada da bu varlıqla əlaqəli məsələlər var. Amma dediyim kimi, parakəndə şəkildədir. Bəziləri metafizika, bəziləri də din fəlsəfəsi kitablarında var. Amma bizdə bu hardadır? O əl-fəlsəfə-tü ulə dediyimiz, ilk fəlsəfə, əsas fəlsəfə dediyimiz hissədədir. Varlığın tərifi. Bu, klassik məntiq oxuyan dostlar bilir ki, məntiqin ən önəmli mövzularının biri tərifdir. Nəyə görə? Çünki biz, insan düşünən varlıqdır. Məqsəd nədir? Əsaslandırma, əqli mühakimə. Düşünürük, orada argumentasiyadan istifadə edirik və bir nəticə əldə etmək istəyirik. Burada iki şey çox önəmlidir. Bir, barəsində danışdığın şeyi bilmək çox önəmlidir. Məsələn, bunu debatlarda biz çox görürük, düzdür. Məsələn, bir mövzu haqqında müzakirə aparırıq. Amma oponentlərin zehnindəki tərif tamam fərqli bir şeydir. Məsələn, deyirəm də, məsələn, özümdən misal çəkim. Başıma çox gəlir buna görə. Gender məsələləri, biz neçə gender təlimləri veririk. Məsələn, gender bərabərliyi deyəndə inanırım, siz burada bir 30 nəfər var, hərənin zehnində bir tərif var. Feminizm deyəndə 30 nəfər var, hərənin zehnində bir tərif var. Məsələn, adam zehnindəki gender məsələsi ilə, gender tərifi ilə gəlir, mən də müzakirə aparır, mən əslində onun dediyindən qatılmıram. Və ya din məsələsi. Məsələn, adam gəlir, tutalım, din müzakirəsi eləyir. Onun zehnindəki din anlayışı ilə mənim zehnindəki din anlayışı eynidir. Və adam gəlir Tanrıdan danışır, Allahdan danışır. Onun zehnindəki Allah anlayışı ilə mənim zehnindəki Allah anlayışı eyni deyil. Ona görə burada nə etmək lazımdır? Ortaq məxrəzə gəlmək üçün və ya o ərəblərin gözəl bir sözü var, məhəllün nisa, o müzakirə predmetini düzgün təyin etmək üçün o şey tərif vermək lazımdır. Ki, biz nədən danışırıq ümumiyyətlə? Sənin zehnində tutduğun məna ilə mənim zehnimdə tutduğum məna eynidir, yoxsa yox. Ona görə məntiqdə bu tərif mövzusu çox önəmlidir. Tərifin şərtləri, tərifin növləri, nümunələri və s. Varlığın tərifinə gəldikdə, varlığın tərifi var yoxsa yox. Buna iki cür cavab verərik. Hə də deyə bilərik, yox da deyə bilərik. Niyə? Çünki burada tərifin növləri var. Biz deyəndə ki, varlığın tərifi yoxdur, bu klassik fəlsəfə kitablarında, müasir fəlsəfə kitablarında çox yayılıb. Varlığın tərifi yoxdur. Niyə? Çünki varlıq aksiyomdur. Orada varlığın tərifi yoxdur deyəndə məqsəd məntiqi tərifdir. Məntiqi tərif. Məntiqi tərif nədir? Yəni, orada sən cins və fəsli qeyd edəcəksən, ümumi xüsusiyyətləri qeyd edəcəksən və ayrıcı özəlliyi qeyd edəcəksən. Bu mənada varlığın bir tərifi yoxdur. Çünki tərifdən ümumiyyətlə məqsəd nədir? Məsələn, tutalım, mən insan sözünə tərif vermək istəyirəm.
Buna iki cür tərif edə bilərəm və ya bir neçə cür tərif edə bilərəm. Bir budur ki, buna sinonim bir söz gətirirəm. İnsan, yəni bəşər. Bu heç nə ciddi bir şey, yəni aydınlatmadım. Ben sadəcə olaraq bir sözü mən başqa bir sözlə əvəz elədim. Bu bir tərifdir. Bir tərif budur ki, mən işarə edirəm. Deyirəm, insan yəni bu. Məsələn, əlimlə işarə edib göstərirəm. Bir də var, insana mən məntiqi tərif verirəm. Yəni, onun cinsini, ümumi xüsusiyyətini, hansı ki, bu canlıdır. Canlı insanın ümumi xüsusiyyətidir. Yəni, o həm insanda var, həm digər varlıqlarda, canlılarda var. Bir də onun ayrıca özəlliyini qeyd edirəm, düşünən. Baxın, bu tərif insanın mahiyyətini izah edir. Niyə? Çünki bizim üçün qapalı olan bir məfhumu aydınlaşdırır. Ona görə məntiq alimlər deyiblər ki, tərif zamanı elə kəlmələrdən istifadə etmək lazımdır ki, o tərif edilmiş şeydən daha aydın olsun. Nəinki qapalı olsun. Çünki qapalı olsa və ya məna cəhətdən, anlaşılmaqlıq cəhətdən eyni olsa, o nəsə yeni bir şey gətirməyəcək. Ona görə daha aydın olmalıdır. Varlığa məntiqi tərifi yoxdur. Niyə? Çünki varlıqdan daha aydın bir məfhum yoxdur. Hətta mən Nəzəri İrfan kitabında bunu, bu bəhsə isnad edərək vəhdət vücud nəzəriyyəsini indi öz aləmimdə ispat etməyə çalışmışam. Nəyə görə? Çünki varlıqdan daha aydın bir şey yoxdursa, bu, axı, biz deyirik, axı, məfhum anlayışının bir predmeti olmalıdır. Bunlar qarşılıqlıdır. Bir məfhum, bir anlayış varsa, bunu əks etdən bir nümunə olmalıdır. Varlıq, əgər məfhum etibarilə hüdudsuzdursa, onun predmeti də nə olmalıdır? Ona əks etdən bir şey hüdudsuz olmalıdır. Necə ki, insan məfhumunun xarici halində özünə uyğun predmeti olmalıdır. Varlıq məfhumunda özünə uyğun nə olmalıdır? Predmeti olmalıdır. Varlığa zehin aləmində, zehin dünyasında məhdudiyyət gətirəcək heç bir məfhum yoxdur, anlayış yoxdur. Bu mənim şəxsi qənaətimdir. Müzakirə ola bilər, mübahisəli məsələlər təbii ki, razı olanlar da var, olmayanlar da var. Deyim kimi, bu mənə aiddir. Ona görə özümə nisbət verirəm ki, bu fəlsəfi filosofların fikri deyil. Nə də ariflərin fikri deyil. Aydındır, deməli, varlığa biz tərif verə bilmərik, məntiqi tərif verə bilmərik. Amma varlığa hansısa bir sinonim sözlə izah edə bilərik və ya işarə göstərə bilərik. Fəlsəfənin hədəfini dedik və s. İndi gələk mətləl etiqad əsərinə. Bunlar texniki giriş idi. Nə dursan, mətləl etiqad əsəri Füzulinin qələmə aldığı yeganə elmi fəlsəfi traktatdır. Yəni, orada Füzuli başlayır, nədən? Məntiqdən, fəlsəfə, teologiya, irfan və kosmologiya. Bunun ən, necə deyim, bərbad olanı, ən pis olanı kosmologiyadır. Çünki Füzuli o dövrdə, o dövrün elmdə istifadə olunan kosmoloji argumentlərə istinad edir, kosmoloji məlumatlara istinad edir, fələklər, zat məsələsinə. Füzulinin bu əsəri də şərh olmadığı üçün biraz o hissəsi çox şərh edəndə çox çətin gəldi mənə. Nəyə görə? Çünki digər əsərləri şərh edəndə bir 5-10 dənə adam tərcüməyə baxır, şərhə baxır, amma Füzulinin heç bir şərhi yoxdur, heç bir dildə. Bir dənə cəmi fars dilində şərh var, o da yarımçıqdır. Harada çətin yerdə var, onlar ötürübdür, harada asan yerdə var, onlar şərh edibdir. Yaddansa biz bir dəfə görmüşdük əsəri. Xülasə, Füzulinin əsərinə baxanda bu əsər, dediyim kimi, yeganə elmi, fəlsəfi traktatdır və bunu ilk dəfə Həmid Araslı şərhşünaslıq, Leningradın şərhşünaslıq fakültəsində tapıb çıxarıb. Ondan sonra bu nüsxə indi yayılıbdır və tədqiq olunur. Füzulinin bu əsərində fəlsəfə ilə bağlı bu mövzuları biz görə bilmirik. Yəni, Füzuli gəlsin orada, məsələn, Kindi kimi, Farabi kimi fəlsəfənin tərifini versin, fəlsəfənin hədəfindən danışsın, desin ki, fəlsəfədə əsas məqsəd Tanrıya bənzəməkdir. Yox. Bu şeylər yoxdur. Amma nə var? Klassikaya oxşar. Bir də onu deyim ki, Füzuli, baxın, əsərlər yazanlar iki cürdür. Bunu yəqin kitab oxuyanlar bilir. Xüsusən fəlsəfi, teoloji, irfani. Əsər yazanlar iki cürdür. Bəziləri sadəcə nəql edirlər, qeyd edirlər. Yəni, fikirləri gətirib nəql edirlər, rəvayət edirlər və salam. Onlarda, yəni, bir yenilik görə bilməzsiniz. Amma bəzi müəlliflər var ki, onlarda bir yaradıcılıq siz görürsünüz, bir yenilik görürsünüz. Nəsə bir digərləri ilə fikir ayrılığı, bir polemika, belə şeylər görə bilirsiniz. Məsələn, Füzulidə polemika yoxdur. Çox nadir yerlərdə var, çox nadir yerlərdə. O, elə də ciddi məsələlər deyil. Ona görə Füzulinin bu əsəri, mətləl etiqad əsəri mənim təəssüratım budur. Daha çox klassikanı elə bil kiçik bir izahıdır və salam.
Klassika ilə Füzulinin oxşarlığı nədir? Baxın, varlığın bölgüsü. Klassik əsərlərimizdə varlığı biz bu bölgüsünü görə bilirik. Varlıq nədir? İki hissədən ibarətdir. Vacib varlıq, mümkün varlıq. Bunu harada görürük biz? Bunu Füzulinin əsərində bir neçə yerdə görürük. Məsələn, fi məbdəl aləm, bu Füzuli bilsiz də mətləb etiqadı ərəb dilində qələmə alıbdır və əgər bu redaktə olunmayıbsa, onu bilmirəm, təsvir olunmayıbsa, redaktə olunmayıbsa, Füzulinin ərəbcəsi çox möhtəşəmdir. Yəni, akademik ərəbcədir. Burada bunu deyir. Füzuli varlığın iki hissədən ibarət olduğunu dolayı yolla çatdırır. O necə çatdırır? Bu cür. Aləmə tərif verməklə. Məsələn, deyir ki, əl-aləmü ibarətun əmmə sivallah minəl mümkinat. Aləm nədir? Aləm, yəni Allahdan başqa mövcud olan bütün mümkün varlıqlar. Bu əslində nədir burada? Varlığı iki qismə ayırdı. Vacib varlıq və yerdə qalan hansı mümkün varlıqlar. Hansı ki, onlar məcmuəsinə Füzuli burada aləm deyir. Və çox maraqlıdır, Füzuli burada sofistlərə də cavab verir. Burada fürsət düşmüşkən Füzuli gəlir nə edir? Sofistlərə cavab verir. Çünki fəlsəfənin müqəddiməsi budur da, səfsətəni inkardır. Çünki siz varlığı real olaraq qəbul etməsəz, o zaman ümumiyyətlə fəlsəfə olmaz. Gəlir varlığın real olduğunu, aksiyon olduğunu siz qəbul edəsiniz. Və Füzuli bunu burada deyir. Fələhu haqiqatun sabitətun deyir. Bu aləmin, mümkün varlıqlarının real bir həqiqəti var. Və burada sofistlərdən istat gətirir ki, sofistlər deyirlər ki, innəhu xiyalətun və avhamun batilə. Sofistlər gəldirlər ki, bu aləm dediyimiz şey, bu varlıqlar, bunlar hamısı nədir? İllüziyadır, xəyaldır, boş şeydir. Füzuli deyir, xeyr, belə deyil. Bu, əslində deyir ki, inatkarlığın pik nöqtəsidir. Kəməlül eynət deyir Füzuli buna. Bu, inatkarlığın pik nöqtəsidir ki, bir insan gələ neyniyə, varlığı inkar edə. Baxın, çox maraqlı bir arqument gətirir. Çox sadə və maraqlı bir cümlədən ibarət. İki cümlədən ibarət. Sofistlərə deyir ki, siz ki, aləmi inkar edirsiniz və deyirsiniz, bunun reallığı yoxdur, bu xəyaldır. Deyir, siz özünüz bu aləmin bir parçasısınız ya yox. Əgər siz bu aləmin bir parçasısınızsa və dediyiniz söz doğrudursa, sizin sözünüzün doğruluğu sizin iddianızı neyir? İnkar etmiş olur. Niyə? Çünki siz əgər realsınızsa, siz də bir aləmin parçasısınız. O zaman bu aləm nə oldu? Real oldu, düzdür? Əgər sizin sözünüz səhvdirsə, avtomatik sizin iddianız da nə olur? Səhv olur. Yəni, çox sadə bir, bəsit bir, burada bir arqument gətirir. Mən ərəbcəsini oxumuram, çox vaxtımız getməsin, elm müəllimədə vaxt qalsın. Bunu dediyim kimi bir neçə yerdə görə bilirik. Füzuli bu klassikanı burada göstərir. Varlıq, vacib varlıq və mümkün varlıq olmaqla iki hissəyə bölünür. Və bunu üçüncü fəsildə də deyir. Fi isbəti vücudul vacib. Vacib varlığın varlığının isbatı. Burada da Füzuli vacib varlığı isbatlamağa çalışır və maraqlıdır Füzuli üç belə deyim metodologiyadan istifadə edir. Xülasə bu da bir varlığın sərhədidir. Bəzilər deyirlər ki, müasir xüsusilə yanaşma deyir ki, varlıq ancaq bu dünyadan ibarətdir. Bu dünya bitəndən sonra varlıq sonlanacaq. Bəzilər deyirlər ki, xeyr. Məsələn, Füzuli həmin ikinci dəstədən ki, deyir ki, xeyr. Varlığın sərhədi haracandır? Bu dünyadan ötəyədir, axirətdə var. Və son olaraq onu deyim, deməli, axirətin, o biri dünyanın varlığının isbatı da, o özü və ya əsaslandırması deyim, isbat deməyim, onun özü də fərqlidir. Teologiyada fərqlidir, fəlsəfədə fərqlidir, irfanda fərqlidir. Teologlar daha çox yenidən yaranmanı qəbul edirlər. Çünki Quranın zahirindən anlaşılan məna da odur. Allah insanları öldürəcək bu dünyada, qiyamətdə yenidən yaradılacaq. Filosoflar deyirlər ki, bir şey ümumiyyətlə kökündən məhv olmur. Çünki fəlsəfədə də bu bəhs var. İadətül mədum dediyimiz bir şey var. Mədumun, yəni yox olanın, puç olanın yenidən yaranması bu qeyri-mümkündür. Çünki puçluqdan nəsə yarana bilməz. O oxşar ola bilər, onun oxşarı ola bilər, amma onun özü ola bilməz. Ona görə fəlsəfədə artıq bu tamam fərqli kateqoriyadadır. Filosoflar daha çox ruh üzərindən axirəti isbatlamağa çalışırlar. Çünki maddi aləm bu zərrəciklər kimi müvəqqətidir. Bunlar, molekullar parçalanır, yenilənir, parçalanır və nəticədə ömrü qurtarır. Ondan sonra əbədi qalan ruhdur. Ruhdur ki, o biri dünyanın varlığını isbat eləmək üçün əlimizəsiz vasitədir. İrfanda isə tamam fərqlidir. İrfanda ümumiyyətlə yaradılış müzakirə mövzusu deyil. Ariflərin nəzərində yaradılış ümumiyyətlə mənasız bir şeydir.
Aydındır. Ariflərdə nə var? Zuhur var və batin var. Yəni bir şey zahir olur, təcəllə edir və ya gizlənir. Ona görə yaranış nədir? Əslində təcəlladır. Və yox oluş nədir? Əslində bizim bildiyimiz mənada yoxluq deyil, o batinə və ya batin olmadı, gizlənmədir və s. Bu, təbii ki, bu dediklərim, çox vaxtınızı aldım, üzrə hesab edin. Bu dediklərim, bu kitabın yəni bir neçə çox xırda bir hissəsidir. Çünki onun hamısını danışmağa çalışsaq çox uzun çəkəcək. Əgər Füzuli ilə maraqlananlar varsa, dostlar, mənim YouTube kanalımda 37 dərs var. Orada mən elə bil bu mətni, ərəbcə mətni cümlə-cümlə tərcümə edib izah eləmişəm. Təbii ki, kosmologiya bölümünə izah eləməmişəm. Çünki kosmologiya mənasız bir şeydir. Oxusaz da başınız ağrıyacaq. Ona görə mən də oxuyanda başım ağrıdı. Yəni, o hissəni şərh eləmədim. Amma bu məntiqdir, fəlsəfədir, irfandır və teologiyadır. Əgər sizə maraqlı olsa, o hissələri yəni qulaq asıb, orada Füzuli haqqında, xüsusən də Füzuli şünaslar, Füzuli üzərində, Füzuli əsəri üzərində tədqiqat aparmaq istəyənlər varsa, ondan maraqlana bilərlər. Bir daha üzr istəyirəm, vaxtınızı çox aldım və mən üçün Emin müəllimlə qabaq danışmaq çox çətindir. Nəyə görə? Çünki Emin müəllim bizim böyümüz və ustadımızdır. Ona görə həmişə o birinci danışırdı. Dediyim kimi, bu dəfə biz zərurət yarandı. Ona görə mən həm sizdən üzr istəyirəm, həm də icazənizi alıb mən təhsil getməliyim. Ona görə üzr hesab edin. Ümid edirəm ki, faydalı oldu. Sağ olun. Sağ olun. Üzr hesab edin.